Salam müəllimlər. Mən bugün sizə müəllimlərə dəstək məqsədi ilə MİQ və sertifikasiya tipli bir neçə sualın izahını verəcəm. Gəlin keçək sualların izahına. Sualda bizə deyilir ki, şəkildəki çarxlar üzərindəki K nöqtəsinin bucaq sürətinin L nöqtəsinin bucaq sürətinə olan nisbətini tapın. Deməli müəllimlər, əgər bizə bu şəkildə çarxlar verilərsə, biz həmin çarxlara qayışlı ötürmə kimi baxmalıyıq. Qayışlı ötürmədə hansı şərtləri ki nəzərə alırdıq? İndi burada da həmin şərtlər öz qüvvəsində qalır. O şərtlər keçərlidir. Deməli, K cisminin bucaq sürətini, yəni omega K-nın omega ilə olan nisbəti biz bilirik ki, qayışlı ötürmədə necə idi? Bucaq sürətlərinin nisbəti radiusların nisbəti ilə tərs mütənasib asılıdır. Yəni, R-L-in R-K-ya olan nisbətidir. İndi R-L-in radiusu nə qədərdir? 3R. R-K-nın radiusu 2R. Və biz buradan alırıq ki, bu nisbət 2-də 3-ə bərabərdir. Cavab olur C variantı. Keçən növbəti sualın izahına. Sualda bizə deyilir, O nöqtəsindən keçən ox ətrafında 4 saniyə üstü mənfi bir tezliklə dövr edən diskin A nöqtəsinin getdiyi yol L bərabərdir 12T qanunu ilə dəyişir. Buna əsasən diskin radiusunu hesablayın. Pi bərabərdir 3. Deməli müəllimlər, yəni gedilən yolun L bərabərdir 12T qanunu ilə dəyişirsə, çevrə üzrə bərabər sürətli hərəkətdə biz bilirik ki, necə hərəkətdir çevrə üzrə hərəkət? Yəni bərabər sürətli hərəkətdir. Sürətin modulu, yəni ədədi qiyməti dəyişməyən hərəkətdir. Deməli, əgər yol bu qanunla dəyişirsə, buradan elə mən törəmə də alsam, baxaram ki, yəni sürət nəyə bərabərdir? 12 metr bölünsün saniyəyə bərabərdir. Sürəti tapdım. Sürəti tapmışamsa, 4 saniyə üstü mənfi bir tezliklə hərəkət edibsə, deməli n də mənə verilib. Mən belə bir düstur bilirəm. Sürət çevrə üzrə bərabər sürətli hərəkətdə V bərabərdir 2pi r n düsturu. Mən buradan diskin radiusunu hesablaya bilərəm. Artıq deməli sürət mənə məlumdur. 12 tapdım. 2 vurulsun. Pinin qiyməti mənə verilib 3. Radiusu tapmalıyam, bilmirəm. Tezlik də mənə verilib 4. Mən buradan alıram ki, ixtisarlarımı aparsam, alıram ki, 1 bərabərdir 2 r-ə, r də bərabərdir 0,5 metr və yaxud 50 santimetr. Cavab olur Y variantı. Keçən növbəti sualın izahına. Sualda bizə deyilir ki, şəkildəki kimi bir-birinə qayışla bağlanan çevrələrdə K və L nöqtələrinin xətti sürətlərinin nisbətini tapın. Deməli, biz bilirik ki, qayışlı ötürmədə qayışla bağlanan hissələrin, yəni o çevrələrin sürətləri bir-birinə bərabərdir. Gəlin götürək həmin o nöqtələri. Məsələn, bu nöqtənin sürəti əgər V-dirsə, qayışlı ötürmədə, deməli, bu nöqtənin də sürəti V-dir. Mən indi K nöqtəsinin və L nöqtəsinin sürətlərini həmin bu V sürətləri ilə əvəz etməliyəm. Gəlin birinci baxaq K nöqtəsinin sürətinə. Baxıram ki, bu bir çevrəsi, həmçinin bu K çevrəsi ilə mərkəzi eyni nöqtələrdə olmuş disklərdir. Yəni həmin o mərkəzi eyni nöqtədə olmuş çevrələrdə istifadə etdiyim qanunlardan istifadə edəcəm. Nədən istifadə etməliyəm? Deməli, mən orada bilirəm ki, sürətlərin nisbəti, yəni VK-nın V-yə nisbəti, indi artıq bunun sürəti V-dir, V-yə nisbəti radiuslarla düz asılıdır. Niyə radiuslarla düz asılıdır? Çünki burada omega bərabərdir konstant. Yəni, bu eyni mərkəzli disklərdə bucaq sürəti sabit kəmiyyətdir. Ona görə mən yazıram VK-nın V-yə nisbəti 3R-in R-ə nisbətidir. Və mən buradan alıram ki, VK nəyə bərabərdir? 3-ə. Bunu saxlayıram bir hissədə yaddaşımda. İndi keçirəm digər çevrəyə. Digər çevrədə artıq yenə bu hissədə, yəni bu nöqtədəki sürət V olduğu üçün artıq mən VL V ilə əvəz etməliyəm.
Yenə mən yazıram nisbəti. V-nin V ilə nisbəti bərabərdir radiusların nisbətinə. 2R-in R-ə nisbəti. Buradan da alıram ki, VL bərabərdir V bölünsün 2-yə. İndi məndən artıq mən VK-nın VL-ə olan nisbətini tapa bilərəm. Yazıram VK-nın VL-ə nisbəti bərabərdir. Nə almışdım? 3. 3-ün daha doğrusu buna 3V yazaq. 3V-nin V bölünsün 2-yə nisbətinə. Deməli, V'lər də buradan ixtisar getsə, alıram bu nisbət 6-ya bərabərdir. Cavab olur Y variantı. Gəlin baxaq belə bir suala. Cisim radiusu 2 metr olan dairəvi yolda 4 metr bölü saniyə sabit sürətlə hərəkət edir. M nöqtəsindən hərəkətə başlayan cisim neçə saniyə sonra N nöqtəsinə çatar? Pi bərabərdir 3. Deməli, müəllimlər, biz birinci növbədə verilənlərə əsasən bu cismin periodunu tapmalıyıq. Periodu hansı düsturdan istifadə edərək tapa bilərik? Deməli, xətti sürətin belə bir düsturunu bilirik. V bərabər 2 pi R bölünsün T. İndi mən buradan T-ni tapa bilərəm. 2 pi R bölək V. Deməli, R mənə verilib 2 metr, V də mənə verilib 4 metr bölü saniyə, pi də mənə verilib 3. Qiymətləri yerinə yazsam, 2 vuraq 3 vurulsun 2 bölünsün 4 və mən buradan alıram ki, period 3 saniyədir. İndi cisim M nöqtəsindən N nöqtəsinə hərəkət edənə qədər, yəni bu cisim M-dən N-ə gedənə qədər nə qədər zaman sərf eləyib? Cisim ümumi çevrə üzrə hərəkətdə, yəni 360 dərəcə bir tam perioddur. Yəni 360 dərəcəyə 3 saniyə zaman sərf edibsə, deməli onda bu bucaq nə qədər olur? Olur 300 dərəcə. 300 dərəcə olmuş bucağa görək cisim 300 dərəcədə nə qədər zaman sərf edər? Gəlin bunu tapaq, tənasibi həll eləyək. Deməli, biz buradan alırıq ki, 300 vurulsun 3 bölək 360. İxtisarlarımızı aparsaq, burada qalır 5, 60-a ixtisar etsək, burada da qalır 6. Deməli, 15 bölək 6-dan da alırıq ki, bu zaman nə qədərdir? 2,5 saniyədir. Cavab olur Y variantı.